Salam əziz bacı və qardaşlarımız, mübarək Ramazan ayının 14-cü gününün duasını oxuyuruq. Allahümmə la tuaxizni fihi bil atarat və əqilni fihi minəl xətaya vəl həfəvat və la tec'alni fihi qərazən lil bəlaya vəl afat bi'izzətikə ya izzəl muslimin. Allahım, məni bu ayda xəta və büdrəmələrimə görə cəzalandırma. Məni bu ayda səhv və günaha düşməkdən uzaq et. Məni bəla və müsibətlərə hədəf etmə. İzzətinə xatir, ey müsəlmanların izzəti. Allah dua və ibadətlərimizi, oruclarımızı qəbul etsin.